Şəmkir rayonunun Könüllü kəndində Elməddin Miriyev adlı şəxsin ev şəraitində stomatoloji fəaliyyət göstərməsi ilə bağlı ciddi suallar və narahatlıqlar yaranıb. Yerli sakinlərin bildirdiyinə görə, sözü gedən şəxsin bu fəaliyyəti rəsmi tibbi müəssisə olmadan həyata keçirilir və onun lisenziyasının, eləcə də peşə sertifikatlarının olub-olmaması məlum deyil. Stomatoloji xidmətlərin yalnız qanunla müəyyən edilmiş qaydalar, müvafiq lisenziya, sertifikat və sanitar-gigiyenik tələblərə cavab verən şəraitdə göstərilməsi vacibdir. Ev şəraitində nəzarətsiz və sənədləri bilinməyən formada göstərilən tibbi xidmətlər vətəndaşların sağlamlığı üçün ciddi risk yarada bilər. Bu cür hallarda infeksiya təhlükəsi, yanlış müalicə və ağır fəsadların baş vermə ehtimalı artır. Məsələnin daha da düşündürücü tərəfi ondan ibarətdir ki, bu fəaliyyətlə bağlı rəsmi məlumatın olmaması cəmiyyətdə haqlı narahatlıq doğurur. Əgər qeyd olunan iddialar doğrudursa, bu həm qanun pozuntusu, həm də ictimai sağlamlığa təhdid deməkdir. Bu səbəbdən aidiyyatı qurumların, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə müvafiq strukturların və digər nəzarət orqanlarının məsələyə obyektiv və şəffaf şəkildə baxması, faktların araşdırılması və nəticə etibarilə ictimaiyyətə məlumat verilməsi zəruridir. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.